Lənkəranda isə kişi həyat yoldaşını qətlə yetirib. 41 yaşlı Günel Tahirovanın ölümünə səbəb olan 46 yaşlı İman Tahirov könüllü polisə təslim olub. Lənkəranda ər arvadını amansızcasına qətlə yetirib. Hadisə şəhərin Nizami küçəsində qeydə alınıb. Lənkəran şəhər sakini 45 yaşlı Günel Tahirova döş qəfəsinin divarının çoxsaylı yaraları diaqnozu ilə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Zərər çəkənə zəruri ilkin tibbi xidmətlər göstərilib, vəziyyətinə uyğun olaraq dərhal cərrahi əməliyyata alınıb. Həkimlərin səhərinə baxmayaraq şəxsin ölüm faktı qeydə alınıb. Meyit daxili və xarici müayinə olunması üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Hadisəni törətməkdə şübhəli bilinən ölən şəxsin həyat yoldaşı 47 yaşlı İman Tahirov könüllü şəkildə polisə təslim olub. Günel Tahirovanın anası bildirib ki, qızının ailəsində tez-tez münaqişə baş verib. Qeyd edək ki, hadisədən bir neçə saat öncə İman Tahirov qaynatasının evinə gedib yemək yeyib və gedib. Bir müddət sonra o yenidən qaynatasının evinə dönüb. Oğlan geldi bize. Yemeğini yedi. Geldi düştü aşağı. Haçandan haçana geldi. Dedi ki kızı öldürdüm. Kapını da açarlamışam. Gedirəm polise. Vurdum başına, kaçtım onun dalınca. Dedim ki ne için onu öldürdün? Firəngiz Məmmədovanın sözlərinə görə münaqişəyə səbəb qızının başqa bir oğlanla şərik iş görməsi və bundan sonra baş verən proseslər olub. Bir tane oğlan benim kızımdan şərik işləyib. Şərik işləyib, oğlanın küllü miqdarda borcu var, tutublar. 5 gün tuturlar, bırakırlar. 10 gün tuturlar, bırakırlar. Oğlan da kızı məcbur eləyib ki, sen bu evi satmalısan, pul verməlisən bana, ben bu vəziyyətdən çıxmalıyam. Qeyd edək ki, cütlüyün 2 uşağı var. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Rövşən Almazoğlu, Diana Cəlali, Spice xəbər Lənkəran.